Evde. Savaşma. Ben de çok faydalı. Evde. Savaşma. Ben de çok faydalı. Sadece bir sual vereceğim. Nene babayla görüşecek de uşaq yəqin ki. Nənə baba ilə danışır da görüşür. Ay ne güzel. Ancaq nənə baba ilə. Ancaq nene babayla. Bəli. Atayla yox. İstəsə görüşər, amma görüşmür. Aydındır. Atası da anası da özüməm. Hatta bir məqam var ki, bir dənə bir şey var. Mən şəxsi həyat özəldir də, bu çox özəldir və sən də hər dəfə bezdirmək, bu mövzuyla bağlı danışmaq. Mən ümumiyyətlə ilk dəfə də danışıram bu haqda. Sadəcə olaraq qonağımızsan indi deyirəm buna. Bu küskünlük mü var sənə qarşı danışmır uşaqla, yoxsa nədir axı səbəb? Axı uşaq başqa bir mövzudur. Nə qədər küskünlükdə olsa övlad övladdır, amma nə zaman istəsə övladını görə bilər. Amma Siman Çünki mən istəmərəm ki, mənim övladım mənim həyatımı yaşasın, atasız böyüsün. Bunu istəmərəm. Yenə deyirəm, nə zaman istəyərsə görər. Amma sənə görər. bir şey söyləyeyim. O ziyalı bir insandır və Simasının üzünü çox mərhəmətli bir insana bənzəyir. Bilmirəm, mən onunla heç bir tanışlığım yoxdur. İndi sən yəqin ki, gözəl insan olub ki, ona ailə həyatı qurmağa qərar vermişsən. Mən belə fikirləşirəm. Amma yəqin ki, bu tez bir zamanda həll olunar. Bir də qız övladı şeytan olur, biraz başqa olur da. Əlbəttə, birisi o mənim övladımın atasıdır. Mən onun haqqında heç vaxt mənfi bir şey danışmaram. Amma dayələri də tanıyır, nömrəsini də bilir, nə vaxt istəyərsə uşağını görər. Mən başqa nə deyim? Yəni mən bəzi valideynlər olur deyir ki, mən icazə vermərəm görürsün, amma tam tərsi mən icazə verirəm.